Almaniyanın Bonn şəhərində BMT-nin iyun iqlim konfransı keçirilir. Yardımcı orqanların 62-ci sessiyasında COP29-dan COP30-a keçidlə bağlı müzakirələr də olacaq. Elə bu məqsədlə COP29-un rəhbəri və Azərbaycan prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin rəhbərlik etdiyi heyət konfransda iştirak edir. İndi biz Bonna bağlanırıq. Ətraflı məlumatı Almaniya təmsilçimiz Günay Məmmədova çatdıracaq. Günay, buyurun, eşidirik sizi. Bəli, bugün Almaniyanın Bonn şəhərindəyik. Burada BMT-nin iqlim dəyişikliklərinə dair çərçivə konvensiyasının yardımçı orqanlarının 62-ci sessiyası başlayıb. Bu sessiya Bonn iqlim konfransı kimi də tanınır. Konfrans iyunun 26-sına dək davam edəcək və noyabrda Braziliyanın Amazon meşələrinin mərkəzində yerləşən Belém şəhərində keçiriləcək növbəti qlobal summit COP30 üçün əsas mərhələ olacaq. Azərbaycan nümayəndə heyəti də burada bugün iştirak eləyir və sessiya boyu burada olacaqlar. Azərbaycanın Bonn şəhərində iştirak sadəcə formal deyil, bu vacib bir missiyanın davamıdır. Burada danışıqlar arxasında Bakı konferansının nəticələri və onların gələcəkdə necə həyata keçiriləcəyi müzakirə olunur. COP29-da Azərbaycanda qəbul olunmuş qərarlardan başlayaraq onların Braziliyada növbəti mərhələdə praktik tədbirinə qədər əsas məsələlərdən biri iqlim maliyyələşməsidir. Həmçinin müzakirə olunan mövzular, zərərlər və itkilər, yəni iqlim fəlakətlərindən zərər çəkmiş ölkələrə yardım, qlobal adaptasiya məqsədləri, iqlim risklərinə hazırlıq və iqlim öhdəliklərinin şəffaflığı. Bütün iştirakçıların götürdükləri vəzifələrin yerinə yetirilməsini təmin etmək. Bonn sessiyası təkcə texniki danışıqlar deyil. Qeyd edeyim ki, bu Bakıda başlanan uğurun davamıdır. Azərbaycanın qlobal iqlim siyasətinin mərkəzində layiqli yer tutduğunun göstəricisidir. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay, sizə ətraflı məlumat.